İndi isə hər kəsin diqqətini cəlb eləyəcək bir xəbərlə davam edirik. Pensiya və ya əmək haqqımızı almaq üçün məcburi təyin olunmuş bank kartından gələcəkdə istifadə eləməyə bilərik. Verilən təkliflərə əsasən seçim haqqının öz əlimizdə olacağı nəzərdə tutulur. İqtisadçı ekspert Əkrəm Həsənov xəbərimiz vara məlumat verib ki, bu məsələ Mərkəzi Bankda keçirilən görüşdə əsas müzakirə mövzularından olub və gələcəkdə vətəndaşın özü istədiyi bank vasitəsilə maaşını və pensiyasını ala biləcəyi istisna edilmir. Bu dəyişikliyin tətbiqi hansı üstünlüklər verə bilər? Bu, banklar arasında rəqabəti artıracaqmı? Bəli, suallar həqiqətən kifayət qədərdir. Əməkdaşımız Çinarə Muradova yeni sistemin detalları ilə bağlı məlumat verəcək öz süjetində. Mərkəzi Bankda ekspertlərlə keçirilən görüşdə vətəndaşlara maaş və pensiyaların ödənilməsi məsələsi də əsas müzakirə mövzusu olub. Bir sıra təkliflər irəli sürülüb. Təkliflərdən biri də vətəndaşların özünün istədiyi bankdan maaş və yaxud pensiyasını alması məsələsidir. Bu təklif müsbət qarşılanıb. Azərbaycanda tətbiqi istiqamətində işlərin görüləcəyi gözlənilir. Bəs belə bir yenilik vətəndaşlara nə kimi üstünlük verə bilər? Elə ilk olaraq məsələ ilə bağlı onların mövqeyini öyrəndik. İstər mən olum, istər siz olun, istər liboy bir vətəndaş istədiyi bankdan əgər bankı dəyişə bilirsə, bankdan kredit çox gözəldir, əlbəttə gözəl. Sadəcə yetər ki, bir balaca faizi aşağı eləsələr, o daha da gözəl olar. Əsas odur ki, yaşlı adam üçün yaxın olsun bu biraz. Faiz tutulmasın, əsas odur. İqtisadçı Əkrəm Həsənovun fikrincə sözü gedən yeniliyin tətbiqi vətəndaşlara bir sıra müsbət təsirlər göstərəcək. Belə ki, vətəndaşın hər hansı bir bankla problemi olduqda onu dəyişmə imkanına malik olacaq. Bu, həmçinin bank sektorunda inhisarlığın qarşısını alacaq. Banklar isə daha çox müştəriləri cəlb etmək üçün çalışacaqlar ki, bu isə son nəticədə keyfiyyəti və vəsaitin təhlükəsizliyini artıraraq kibercinayətkarlıqla bağlı problemi qismən azaldacaq. Vətəndaş istəyir ki, evinin yanındakı bank olsun. Tutağımda İstəmir hansısa banka geçsin uzağa və bu seçim imkanı yoxdur. Bundan sonra isə belə bir imkanı olacaq. Yəni vətəndaş özü tutağım əgər pensionerdirsə, Dövlət Sosial Müdafiə Fondu ona deyəcək ki, mən istəmirəm, indi hamımız bilir əslində də pensiyalara hansı kartlar, hansı banklar vasitəsilə verilir, ad çəkməyəcəm. Deyəcək, mən o bankı istəmirəm, A bankına da mənim kartım var, orada köçürəcəksən. Mütəxəssislər hesab edir ki, sözü gedən dəyişikliyin tətbiqi vətəndaşın marağına cavab verir. Əslində bu bir növ yaşlı nəsl üçün daha yaxşı bir stimullaşdırıcı, daha doğrusu yaşlı nəsl üçün atılan bir addımdır. Mən deyərdim ki, bu hardasa bir növ bu problem hardasa həll olub. Çünki hər bir bankın kifayət qədər debet kartları var. Biz maaşımızı alacaq. Şəxsən mən özüm maaşı alandan sonra həmin o debet kartı köçürük. Orada istənilən bankomatdan onu nağdlaşdırmaq pulsuzdur və faizsizdir. Bu bir növ həll olub. Ancaq dediyimiz kimi həm pensiyaçılar və digər kateqoriyada olan şəxslər üçün. Daha çox yaşlı nəsil nümayəndələr. Adətən pensiya verilən vaxtlarda görürsünüz ki, səhər-səhər növbə olur bankomatların qarşısında. Yəqin ki, bu üsulla bu növbələrin qarşısını da almaq mümkün olacaq. Bəli, çünki həmin insan öz evindən ora kifayət qədər məsafə qət edir və eyni bankın bankomatını axtarır və nəticədə növbə yaranır sizin dediyiniz kimi. Odur ki, elə eyni bankda, daha doğrusu heç bir faiz tutulmadan istənilən bankomatda bunu nağdlaşdıra bilirsə, evinin yaxınlığında da bunu edə bilər. Bu, yenə də deyirəm, daha çox yaşlı nəslin və bir qədər də üzərində daha çox kart gəzdirmək istəməyənlər üçün bir şad xəbər oldu. Elə ekspertimizin dediyi kimi, həm də elə bu sistem bir tərəfdən də elə banklar arasındakı inhisarçılığın və təmərküzləşmənin qarşısını alacaq. Bu nə dərəcədə reallaşa bilər, Aysel? Təbii ki, bu barədə Mərkəzi Bankın mövqeyi olacaq. Ümid edirik ki, biz Mərkəzi Banka sorğu yönləndirmişik. Ümid edirik ki, həm verilişimiz boyunca və yaxud da növbəti verilişlərimizdə Mərkəzi Bank bu sistemin nə dərəcədə reallaşdırıla bilməsi ilə bağlı bir açıqlama verər və biz həmin açıqlamanı da buradan bildirməyə hazırıq.